Yəni siz bir insana həqiqəti görməsi üçün nə qədər dəlil təqdim etsəniz də, əgər o görmək istəmirsə, heç bir fayda verməyəcək. Hətta bununla bağlı bir nümunə var ki, xəstəxanaların birində bir şəxs özünün öldüyünü bildirir və ona görə heç bir qida qəbul etmir. Onun özünə nə qədər də ölmədiyini desələr də, o israrla bildirir ki, mən ölmüşəm. Həkimlərdən biri ona yaxınlaşaraq deyir ki, bəs ölü adamın bədənindən qan çıxarmı? O da deyir, yox, ölü adamın bədənindən qan çıxmaz. Götürür iynəni onun bədəninə batırır, barmağına batırır, bu zaman qan çıxır. Həkim ona deyir ki, axı sən bildirdin ki, ölü adamın bədənindən qan çıxmaz. Amma sən öz öldüyünü deyirsən, amma bədənindən qan çıxdı. O da təəccüblə baxır həkimə və bildirir ki, mən də ilk dəfədir görürəm ki, sən demə ölü adamın da bədənindən qan çıxarmış. Bu nümunə bizə onu öyrədir ki, bir insan əgər bir şey görmək istəmirsə, anlamaq istəmirsə və anlamamaqda israr edirsə, ona təqdim olunan heç bir dəlil fayda vermir və heç bir nəsihət də onun xeyrinə olmur. Çünki o özü görmək istəmir.